Bütün gücünü bu oyuna cəmləmiş Turan Avropadan yorğun qayıtmış Qarabağdan xal və ya xallar ala bilərmi? Turan ikinci dövrənin ilk maçında Sumqayıtla oyunda build-up'ını bir qədər yuxarı qaldırmağın ilk ipuçlarını verməyə başladı. Qurbanberdiyev həmin maçda 3-5-2 taktikasından istifadə etdi. Amma bizim fikrimizcə Qarabağın hücum gücünü nəzərə alaraq Turan Qarabağın qarşısına 5-3-2 və ya 5-4-1 taktikasıyla çıxacaq və burada da meydanın ortasında olan mübarizə həlledici olacaq. Sarı vərəqə cəzalısı olduğuna görə Turanın bu mövsüm ən uğurlu transferlərindən olan Jorge Silva forma geyməyəcək. Digər tərəfdən Turanın ən vacib oyuncularından biri əlbəttə ki Serrano çox fundamental rol oynayacaq. Sumqayıta vurulan ikinci qol əslində Rəhim Sadıqovun pressing maşını olması və Serrano'nun intellekti sayəsində baş tutdu. İlk öncə Rəhim rəqibdən topu alır və öz müdafiəsinə qapanmaq istəyən Sumqayıt hələ ki kompakt şəkildə müdafiəyə otura bilməyib. Gördüyümüz kimi Sumqayıtın cinah müdafiəçisi hələ ki mərkəzə gələ bilməyib. Orada boşluğu görən Rəhim ora qaçır və bu boşluğu görən ayağında top olan Serrano isə mükəmməl şəkildə Rəhimə dəqiq pas atır və Rəhim bu fürsətdən maksimum yararlanaraq Turanın qələbə qolunu vurur. Digər tərəfdən Qurbanberdiyevin oyun menecmenti çox vacib olacaq. İlk dövrədə bu komandalar qarşılaşarkən maçın böyük bir hissəsində Turan rəqibinə qarşı layiqli müqavimət göstərsə də, hardasa son 30 dəqiqədə meydanın mərkəzində olan mübarizəni uduzmağa başladı və bunun ən əsas səbəbi yaşına görə Ozobiçin fiziki cəhətdən yorulması oldu. Çünki Ozobiç hardasa Qarabağ kimi topa sahib olan, hardakı fiziki cəhətdən daha çox yorulmağa, daha çox qaçmağa lüzum var. Belə oyunda 60-65 dəqiqə effektiv oynaya bilər, amma Berdiyev onu 74-cü dəqiqədə əvəz etdi və həmin anda artıq Ozobiç 10 dəqiqə öz effektivliyini itirmişdi. Gözləntimiz odur ki, Qurbanberdiyev bu həmin məqamı bu oyunda nəzərə alacaq. Çünki meydanın ortasında olan mübarizədə hakimiyyəti ələ almaq üçün Ozobiç fundamentaldır, amma 60-cı dəqiqədən sonra oyunun gedişindən asılı olaraq onu dəyişmək mütləq vacibdir. Yoxsa Qarabağ zaman keçdikcə oyunda dominantlığa sahib olacaq, birinci dövrən oyunda olduğu kimi. Əslində Turanın ən böyük problemi o zaman baş verəcək ki, əgər komanda ikili müdafiə səthi ilə müdafiə olunmağına rəğmən meydanın ortasında topla olan rəqibə pressing etməsə. Baxın, bir neçə misalda biz görürük ki, bu baş vermədikdə Turanın nə qədər etibarlı müdafiə xətti olsa da rəqib çox rahat bir pasla bunu kəsir. Digər ssenari Turanın çox diqqətli olmalı olduğu və Qarabağın çox yaxşı bacardığı bir element cinah yüklənməsidir. Həm ortada olan rəqibə pressing yoxdur, həm də ki rəqib Turanın cərimə meydançası həndəvərində yüklənir və baxın bu Sumqayıtla maçdandır. Oyunun sonlarıdır. Hücum sürətli baş verdiyinə görə, eyni zamanda topla olan Sumqayıt oyunçusuna Turandan mərkəzdə heç kim pressing etmədiyinə görə Faiq Əciyev öz mövqeyinə qayıda bilmir və Sumqayıt Turanı 3-ə 3 tutur. Burada sadəcə Turan bəxti gətirir ki, top qapı dirəyinə dəyir. Siz necə düşünürsünüz? Turanın Qarabağ qarşısında qələbə şansı varmı?